İslam Peyğəmbəri Muhammed İbni Əbdullah buyurur: Mənim əhl-i beytim ruhum gəmisinə bənzər. Gəmiyə minən nicat tapır. Əks halda ekskluziv olaraq DJ Mamet təqdim edir. Olasın ey qəm əhli, ey bəni Adəm əhli, mən də bildiyim qədər nəzmə çəkmişəm əsər. Canı canımdan artıq, qanı qanımdan artıq, Allahın elçisindən, həm pak ailəsindən. Hər biri bir nur idi, ərşidə məşhur idi. Olardı avli əba, onlara xatir xuda, aləmə zinət verir, Adəmə surət verir. Yəni yox idi dünya, var idi Nur-u Zəhra. Kimdi bu Zəhra xanım, sahibi təqva xanım, Peyğəmbərin balası, 11 imam anası. Kim idi Mövla Əli, səni tanıyan ya Əli, olanlar sənə sadiq, onlar Allaha aşiq. Əli, Əli, Can Əli, Natiq-i Qur'an Əli, şiyələrin ağası, gözümün ağı qarası. Ədalətli Şah Əli, ya Əsədullah Əli, sən çox əzabı çəkdin, çox istirabı çəkdin, zülüm verdilər sənə, səbr elədin sən yenə. Ey Əlini dananlar, haq yola göz yumanlar, mən deyim sizə bir-bir, eləyin Əlini təsvir. Əli şiri xudadır, çünki o mürtəzadır. Əli rahı hidayət, Əli kanı səxavət, odur Fatih-i Xeybər, odur Saqi-i Kovsər. Bu həmən o Əlidir, İslamın təməlidir. Bilə-bilə incitdilər, sənə xəyanət etdilər. Lənət o insanlara, saxta müsəlmanlara, tövbə etmədi əsla, Əlidən sonra hətta. Övladı məzlum Həsən, sülhü də cövlan edən, zülmə boyun əymədi, haqq sözü nərdəm dedi. Bir riyakar əli ilə, xəyanətkar əli ilə, camı zəhər verdilər, onu da şəhid etdilər. Oldu mübarək canı, ədalətin qurbanı, həmən o bir vəfalar, verdilər nə cəfalar. Həzrət İmam Hüseynə, Ali məqam Hüseynə, Hüseyni Kərbəlaya, çağırdılar bəlaya. Ağamı dəvət edənlər, sonra xəyanət edənlər, utanmadı, ölmədi, İmam qədri bilmədi. Söz verib alladanlar, ağanı qarə satanlar. Gəldi döyüş məqami, həmən məqamda hami, yığıldılar bir qədər. Ağa buyurdu kim əgər döyüşmək istəmirsə, utanırsa demirsə, ta ki yanıncan çıraq, dəstədən olsun uzaq. Şam-ı qəriban oldu, bu bir imtihan oldu, ta açılıncan səhər, qaldı 72 nəfər. İmam Hüseyn hünərlə 72 nəfərlə göstərərək şücayət verdi bu cür şəhadət. Şəhid oldu Əbəlfəz, Əbəlfəz kim idi bəs? Əlinin qanı Abbas, Hüseynin canı Abbas. Mənbəyi qeyrətdir o, qeyrətə ibrətdir o. Bastı qədəm torpağa, şirkimi soldan sağa, həmlə edib düşmana, atdı özün meydana. Avli məqam Əbəlfəz, keçdi ağam Əbəlfəz, susuzluq imtihanı, bu yolda verdi canı. Getdi əlində bayraq, qismət olmadı ancaq. Ağam ki düşdü atdan, suyu götürdü fərahdan. Susuzlar hamı bir-bir, gözündə oldu təsvir. Yezidlər izləyirdi, içməyin gözləyirdi. Ağa bu fikri seçmədi, özü birinci içmədi. Bilirdi olacaq şəhid, lənətə gəlsin Yezid. Bağladılar yolların, kəsib ağanın qolların, ürəyinə ox vurdular, qarşısında durdular. Düşmənə qarşı tənha, vuruşdu qolsuz hətta. Lənət o nadanlara, o kafir insanlara, lənət o biqey
heyrətə, baxın bir bu dəhşətə. Körpə Rüqəyya bala, tər gülürən abala, Fatimənin isməti, Əbəlfəzin qeyrəti. Kərbəla çölündə, Hüseynin mat belində, döyüşə gedən zamanda, Rüqəyya da bu anda kesti onun qabağını, qucaqlayıb ayağını. Getmə fəryad eylədi, ağam dözməyib dedi, mənim Rüqəyya qızım, İsmət-i Zəhra qızım, məni yoldan saxlama, hələ ki sağam ağlama. Çünki ağlayanda sən qəlbimi titrədirsən. Cavab verdi Rüqəyya, atam gedirsən amma son istəyimi etkinən, məni sığalla getkinən. Sən axı mənim atamsan, sən ki həmin imamsan. Kimi ki yetim görmüsən, başına sığal çəkmisən. Başı bəlalı Rüqəyya, ey cəfalı Rüqəyya. Əsiri mənumlarım, məzlumu məzlumlarım, sənə çox əzab verdilər, haçan incidərdilər. Atam atam deyərdin, Hüseyni səsləyərdin. Olaydı Əbbas əmim, neydi dərdim qəmim. Sən ata həsrəti ilə, onun məhəbbəti ilə atam deyib gəzərdin, qəlbimi çox üzərdin. Səni susturmaq üçün, qəsd və durmaq üçün onu sənə göndərdilər, başını kəsin verdilər. Sən də görərkən onu çatdı ömrümün sonu. Odur ki ey cəmaət, mən eləmişəm şikayət, Peyğəmbərin itrəti, dövrümüzün höccəti. Ağam imam zamana, ağdan odur nişana. Ey sonuncu imamımız, etibarımız inanmır. Gəl ardasan can ağa, sahibi dövran ağa. Haq buyurubdur özü, sənsən ədalət gözü. Ədalətli hökümdar, səndədir o zülfüqar. Şiiri xudadan qalan, sən ey intiqam alan. Gözləyir aşiqlərim, əhdinə sadiqlərim. Vardı sənə salami, ey bu dövrün imamı. DJ Moment təqdim edir.